Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala əşrafil ənbiya vəl-mürsəlin. Nəbiyyina Muhammedi və alə alihi və sahbihi əcma'in. Amma ba'd. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Əziz qardaşlar, keçən dərsimizdə Şeyx Muhammed bin Abdülvahabın Usul-u Sələsə, yəni 3 əsas kitabının şərhinə başlamışdıq. Birinci dərsi Allahın izni ilə keçdik və birinci dərsdə bir neçə məsələlər götürmüşdük. Və birinci dərsin axırında da mən qeyd elədim ki, inşallah ikinci dərsə başlamamışdan qabaq bir neçə suallar olacaq. Xahiş edirəm, Elşad qardaş, otağı aç, sual-cavab yazılan yer. Şeyx buyurmuşdu ki, bizim üzərimizə vacib 4 məsələni öyrənmək vacibdir. O 4 məsələ hansı idi? Biraz tez olun, zəhmət olmasın. Elşad qardaş, səndir, yaxşı. Aha. Sonra əməl, sonra dəvət, səbir. Allah razı olsun. Axırıncı sual. Vacibin hökmü nədir? Vacib nəyə deyilir? Yəni 4 məsələ vacibdir. Öyrənməsək bizim başımıza gələn şeylər nədir? Yəni vacibin hökmü nədir? Yox. Etməsən günahdır. Etsən savab qazanırsan. Deməli bu 4 şey öyrənmək vacibdir. Və bu 4 şeyi öyrənməsək günah qazanırıq, cəzaya layiq. İndi isə demişdik ki, qaldıq dərsin yarısında bu 4 məsələnin dəlili nədir? Çünki şeyx birinci məsələdə demişdi ki, birinci məsələ nə idi? Elm idi. Elmi də şərh edərək buyurmuşdu ki, elm Allahı tanımaqdır, Peyğəmbərini tanımaqdır, bir də İslam dinini dəlilləri ilə bilməkdir. Və şeyx 4 məsələ dedi, hansı ki dindəndir və dedi ki, vacibdir. Yaxşı, şeyxin dəlili nə idi bu məsələyə? Və şeyx buyurur ki, rəhməllah, dəlili Əsr surəsidir. Necə ki, Allah subhanət hələ Əsr surəsində buyurur ki, vəl-əsr, innəl insənə ləfi xusur, illəl-ləzīnə əmənu və əmilus-salihəti və təvəsav bil-haqqi və təvəsav bil-sabır. Birinci məsələ nə idi? Elm məsələsi idi. O da Allah subhanəhu və teala'nın bu sözündən dəlil götürmüşdür ki, Allah Teala deyir ki, həqiqətən and olsun, birinci Allah subhanət hələ əsrə, vaxtı and içirdir. And olsun əsrə. İnsan ziyan içindədir. Yalnız kimlərdən başqa? Yalnız iman gətirənlərdən. Bu nə idi? Birinci məsələdir, elm. Çünki iman ancaq elm gətirməklə olur. Elmlə olur. İkinci məsələ nə idi? İkinci məsələ əməl etməkdir. Allah subhanət hələ nə deyir? İlləl-ləzīnə əmənu. Yalnız iman gətirib. Bu elm idi. Və əmilus-salihət və yaxşı işlər görənlər. Bu da ikinci məsələ idi, hansı ki, həmin elmlə əməl etmək və təvasav bil-haqqi, haqqı tövsiyə edən. Bu da üçüncü məsələ idi, hansı ki, həmin elmə və əmələ dəvət etmək və Allah subhanətə alə buyurur ki, və təvasav bil-sabır və səbiri tövsiyə edən kimsələrdən başqa. Bu da dördüncü məsələ idi, hansı ki, səbir idi. Şeyxin dediyi 4 məsələyə dəlil Əsr surəsi idi. Və Allah subhanahu və teala bu surədə əsrə and içir. Əsr də nədir? Əsr vaxtdır, zamandır. Və zaman da Allahın məxluqlarından bir məxluqdur. Və Allah subhanahu və teala məxluqlarından dilədiyini and içər. Və Allah subhanahu və teala and içdiyi məxluqlara nə üçün and içir? Həmin məxluqlarda böyük əhəmiyyət olduğuna görə, yəni ibrətlər olduğuna görə. Və bu zaman da, bu vaxt da, Allah subhanət hələ vaxtdan içir, həqiqətən bu zamanda böyük ibrətlər var və zamanın böyük əhəmiyyəti var. Ona görə də Allah subhanət hələ əsra and içir. Allah subhanət hələ əsra and içir və Allah subhanət hələ bürünməkdə olan gecəyə and içir. Və Allah subhanət hala duha vaxtını and içir. Çünki
əsrdə, vaxtda böyük ibrətlər var, böyük əhəmiyyət var. Amma məxluqa gəldikdə isə, insanlara gəldikdə isə, biz Allahdan qeyrisinə and içə bilmərik. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən hələfə bi qeyrilləh fəqad kəfərə əv əşraq. Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, kim Allahdan qeyrisinə and içərsə, ya küfr edib, ya da şirk. Və başqa bir hədisdə Buxari və Müslimin İbn Ömər radiyallahu anhudan rəvayət elədiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən kənə halifən fəliyəhləf billəh əv liyasmut. Kim and içəcəksə, Allaha and içsin, ya da sussun. Və qeyd elədik ki, Allah subhanahu wa ta'ala əsrə vaxta and içir və vaxtda da böyük əhəmiyyət Allah subhanahu wa ta'ala ancaq ibrət olan, əhəmiyyətli olan şeylərə and içir. Və vaxtda olan ibrət və əhəmiyyət nədir? Həqiqətən, əgər biz baxsaq, fikirləşsək, bu vaxtda, zamanda böyük ibrətlər vardır. Görürsən ki, məsələn, gecəni gündüzün arxası ilə gəlməyi, məsələn, gecənin qısalıb, gündüzün uzanmağı, gündüzün qısalıb, gecədən azalmağı, elə bir ki, onlar bir-birindən borc götürmüş kimi olurlar. Və bir də görürsən ki, biri uzanır, biri qısalır. Və həmin bu nizamla, yəni ki, dövr edirlər. Hər il həmin bu nizamla dövr edir. Biri qısalır, biri uzanır. Və bu da Allah subhanahu wa ta'alənin qüdrətinə dəlalət edir. Və bir də ki, bu zamanda baş verən hadisələr, baş verən müsibətlər, istəyir insanın başına xeyir gəlsin, istəyir başına nemət gəlsin, bu zamanın içində baş verir. Və bu zaman da insanın nəyidir? Əməl yeridir. Çünki insanın əməli ancaq gecə və gündüzdə olur. İnsan əməlini gecə və gündüzdə olur. Ona görə də bu vaxt çox əhəmiyyətli vaxtdır. Necə ki, Allah subhanahu ta'ala buyurur ki, وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً deyir ki, və yəni Allah o şəxsdir ki, hansı ki, gecə və gündüzü bir-birinin arxasınca gələn etdi. Yəni, bu gecə gedir, gündüz gəlir, gündüz gedir, gecə gəlir. Nə üçün? Allah subhanahu ta'ala buyurur ki, لِمَنْ أَرَادَ اَيَّذَّكَّرَ اَوْ أَرَادَ شُكُورًا Kim zikr etmək, xatırlamaq və yaxud şükr eləmək istəyir onun üçün. Allah subhanahu ta'ala gecə və gündüzü bir-birinin arxasıyla gələn edib ki, bir-birini əvəz edir, insanlar zikr eləsin, Allahı zikr eləsinlər və şükr eləsinlər. İnsanın əməl yeridir. Ona görə də Allah subhanahu ta'ala əsrə and içir. Çünki çox mühümdür. Zaman çox mühümdür. Mühümliyin də bilindi ki, insanın yəni zamandan başqa, vaxtdan başqa heç bir yeri yoxdur. Əməllər ancaq vaxtın içində olur. Ya cənnəti qazanırsan həmin vaxtında, ya da cəhənnəmi. Və sonra Allah subhanahu ta'ala buyurur ki, İnnəl insənə ləfi xusur. İnsan, həqiqətən insan ziyan içindədir. Bu ayədə insan kəlməsi bütün Ədəm evladını əhatə eləyir. İstəyir padişah olsun, istəyir başçılar olsun, istəyir varlılar olsun, istəyir fağır olsun, yəni kasıblar olsun, istəyir azad olsun, istəyir qul olsun, istəyir kişi, istəyir qadın. Yəni, heç bir şəxs istisna deyil. Bütün insan, Adəm evladı, Allah subhanahu ta'ala buyurur ki, ziyan içindədir. Əgər bu bahalı vaxtlarını itirsələr, bahalı vaxtlarını boş-boş şeylərə sərf etsələr, istəyir Allaha asilikdə olsun, istəyir boş-boş şeylərdə olsun. Və həqiqətən baxırsan ki, bəzi insanlar var, onlar üçün bu vaxt çox elə bir ki, ucuzdur. Və vaxtların keçirmək istəyirsən. Bir də görürsən ki, biri deyir ki, vaxtı öldürmək istəyirəm, deyirlər, gürürlər, zarafat edirlər, boş-boş şeylərə vaxtlarını keçirdirlər. Həqiqətən, bu vaxtların boş-boş keçirmək onlar üçün həsrət olacaq. Qiyamət günü bu əməllərinə görə onlar hüzün içində olacaqlar. Çünki bu vaxt onların xoşbəxtlik məsləridir.
əgər vaxtların yaxşı şeylərə keçirsələr, inşallah cənnəti qazanarlar. Allah subhanət hala artıq bu ayədə buyurdu ki, bütün Adəm evladı xüsran içindədir, yəni ziyan içindədir. Əgər bu vaxtlarını boş-boşuna keçirsələr, sonra nə deyir? Yalnız 4 sifətlə sifətlənənlərdən başqa Allah subhanət hala istisna elədi kimləri? O şəxslər ki, bu 4 sifətlə sifətlənib. Hansı sifətlər idi? Elm tələb etmək, əməl etmək, Allaha dəvət etmək və başına gələn müsibətlərə səbr etmək. Və kim bu 4 sifətlə sifətlənərsə, inşallah Allahın izni ilə o insan qurtuluşa çatar. Və Allah subhanətə buyurur ki, وَعَمِلُ الصَّالِحَاتِ Yəni, yaxşı əməllər edənlərdən başqa. Birinci nə idi? İllellezine amanu, iman gətirənlər, iman gətirən də dedik, elmdir. Yəni ki, iman elmlə olur. Və amilus salihat, salih əməllər görənlər, istəyir müstəhəb olsun, istəyir vacib olsun. O insanlar salih əməllər görürlər. Hansı ki, o əməllərlə dünyalarına və axirətlərinə xeyir gətirirlər. Hətta dünya əməlinə gətirdə belə, dünya əməlin xeyr üçün etsən, əgər dünyavi əməl etsən ki, müsəlmanlara bir fayda verəsən və yaxud həmin dünyavi əməllə Allahın Allaha itaətə kömək olsun, sən inşallah o əməlvə görə savab qazanırsan. Çünki dünyavi əməl mübah olanda artıq müstəhəbə çevirir. Hətta vacib də ola bilər, möhtərəm qardaşlar. Əgər sənin Allahın əmrlərinin ancaq o əməlsiz yerinə yetirə bilmirsənsə, həmin əməl gəlib vacib də ola bilər. Və dünya əməli belə olduğu halda axirət əməlinə necə deyək? İstəyir namaz qılmaq olsun, istəyir Quran oxumaq olsun, elm almaq olsun. Və sonra Allah subhanət hala buyurur ki, وَتَوَاسَوْ بِالْحَقِّ Yəni o şəxslər ki, haqqı tövsiyə eləyərlər, yaxşılığı əmr eləyib, pisliklərdən çəkindirərlər və Allah subhanət hala dəvət edərlər və faydalı elmi başqalarına öyrədərlər insanlara və Allah yoluna, Allaha dəvətçilərdən olarlar. Və sonra Allah subhanət hala buyurur ki, وَتَوَاسَوْ بِالصَّبْرِ Yəni, səbri tövsiyə edənlərdən başqa və o şəxslər ki, başlarına gələnlərə səbr eləyərlər. Çünki səbirin lüğəti mənası həbs etmək deməkdir. Burada keçən səbirdən məna isə, həmin ayədə səbirdən keçən məna isə, nəfsi Allaha itaətdə səbr etməkdir. Həbs etmək yəni. Çünki səbrin 3 növ var. Birincisi, itaətdə səbirdir. İkincisi, haramlara qarşı səbirdir. Üçüncüsü isə, acı qədərlərə qarşı səbirdir. Və bunlardan ən fəzilətlisi də itaətdə səbirdir. İtlaqla, mütləq olaraq ən fəzilətlisi Allaha itaətdə səbirdir. Çünki itaət 2 şeyi tələb eləyir. Bir, özünü yönətməyi, bir də ki, üzərində səbr etməyi. Necə özünü yönətməyi? Məsələn, namaz itaətdir. Namazın vaxtı gələndə insan nə etməlidir birincisi? Özünü yönəldir namaza, durmalıdır, dəstəmaz almalıdır, təharət almalıdır, məscidə getməlidir. Bu yönətməkdir. Sonra isə namazın üzərində səbr etməlidir. Ona görə də alimlər buyurublar ki, ən fəzilətlisi səbir Allaha itaətdə səbirdir. Və qalan isə, yəni Allahın haramlarına qarşı səbr etmək, yəni, həqiqətən insanın nəfsi şəhvətləri istəyir, haramlara meyl edir. Ona görə də insana lazımdır ki, haramlara qarşı səbr eləsin. Və bir də, 3-cü növü isə səbrin acı qədərlərə qarşı səbr etməkdir. Və insanın başına bir müsibət gələndə səbr eləyir Allah üçün. Çünki insan nə qədər səbr eləyir, o qədər onun dərəcəsi qalxır. İnsan nə qədər səbr edir, o qədər onun dərəcəsi qalxır. Və insanın başına gələn müsibətlər bilsin ki, ona Allah tərəfindən imtihandır. Əgər günah eləyibsə, Allah subhanətə alə onun günahlarını bağışlayır həmin müsibətlə. Yox, əgər günah etməyibsə, Allah subhanətə alə onun dərəcələrini qaldırır. Birinci, necə ki dedik, həmin bu səbir, ayədə keçən səbir itaətdə səbirdir. Çünki insan
İnsanın nəfsi tənbəlliyi sevir, rahatı sevir və insana vacibdir ki, öz nəfsini itaətdə səbirli etsin. Və eləcə də Allah yolunda səbirə, Allah yolunda başına gələn əziyyətlərə səbir etmək, necə ki, Allah yolunda dəvət etdikcə insanın başına şərri insanlar tərəfindən müsibətlər gəlir. Və bunlara da səbr etmək vacibdir, möhtərəm müsəlmanlar. Çünki dəvətin çox böyük fəziləti var. Dəvət birinci peyğəmbərlərin yoludur. Və bizim nümunəmiz, necə ki, birinci dərsdə dedik, nümunəmiz də Peyğəmbər sallallahu aleyhi və səlləm olmalıdır. Səbirdə. Ümumiyyətlə, hər şeydə Peyğəmbər sallallahu aleyhi və səlləm necə səbir elədi başına gələn müsibətlərə Allah yolunda. Və şeyx buyurur ki, sonra rahimullah, قال الشافعي رحمه الله لو ما أنزل الله حجة على خلقه إلا هذه السورة لكفتهم. Əgər Allah subhanahu və teala öz məxluqlarına bu surədən başqa hüccət nazil etməsəydi, onlara bəs edərdi. Və Şafi rahimullahın sözündən məqsəd də odur ki, yəni Allah subhanahu və teala bu qısa, kiçik surə ilə artıq xoşbəxtliyin və bədbəxtliyin səbəblərini başa salmışdır. Allah subhanahu teala bu surədə buyurmuşdur ki, kim 4 sifətlə sifətlənərsə, xoşbəxt olanlar odur və yerdə qalanları isə nədir? Xüsran içindədir, ziyan içindədir. Və bu 4 əməl, 4 şey əsildir, İslamın əsaslarındandır. Və yerdə qalan Qur'an, bütün Qur'an və sünnə həmin bu 4 şeyin təfsilatıdır. Və bil ki, əsil bu 4 şeydir. Elmdir, əməldir, dəvətdir, bir də səbirdir. Və Qur'an, yerdə qalan Qur'an və sünnə isə, necə ki, qeyd elədik, bu 4 şeyin təfsilatıdır, təfsilat eləyir. Amma Şafi rahimullahın sözü ki, yəni Allah Taala bundan başqa sonra nazil etməsəydi, insanlara bəs olardır. Yəni, bu o deməkdir ki, əsil budur. O demək deyil ki, həm də ki, başqa yerdə qalan Qur'an və sünniyə ehtiyac yoxdur. Xeyr. Əslində, bu 4 şey əsildir və yerdə qalan Qur'an və sünnə isə bu həmin şeyləri xırdalayır, həmin şeyləri təfsilat eləyir. Və bir də ki, Allah subhanahu taala artıq bu surədə xoşbəxtliyin və bədbəxtliyin yolun, səbəblərin aydın etmişdir, bəyan etmişdir. Və bu surəni oxuyub başa düşən insan gəlib deyə bilməz ki, qiyamət günü mən xoşbəxtliyin və bədbəxtliyin bilmirdim səbəblərini. Artıq o bu surəni oxuyub. Və rahimullah sonra buyurur ki, وَقَالَ الْبُخَارِيُّ رَحِمَهُ اللّٰهُ تَعَالَى بَابُ الْعِلْمِ قَبْلَ الْقَوْلِ وَالْعَمَلِ. Buxari rahimullah buyurur ki, elm əməldən və sözdən qabaqdır. Yəni, Buxari rahimullah kitabında belə bir fəsil, belə bir bab asmışdır. Həmin babın da adı nədir? Elm sözdən və əməldən irəli gəlir, qabaqdır. Və dəlil də, Buxari rahimullahın da dəlili də nə idi? Allah subhanahu taala buyurur ki, فَعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللّٰهِ وَاسْتَغْفِرْ لِذَنْبِكَ. Bil ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və sonra günahların üçün bağışlanma dilə. Və Buxari rahimullah birinci elmi sözdən və əməldən gətirmişdir. Çünki əməl ancaq elmlə fayda verər. Nə vaxt əməl elm üzərində qurularsa, elm üzərində bina olarsa, o vaxtda əməl insana fayda verir. Amma cahillikdən çıxan əməl insan üçün, sahibi üçün ancaq zəlalət olar qiyamət günü. Ən birinci, yəni elm almağı əməldən qabaq etmək lazımdır. Və necə ki, Buxari rəhmullah dəlilini də gətirmişdir. Həmən tərcümədə gətirmişdir ki, Allah subhanahu taala buyurur, فَعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللّٰهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ. Birinci bil ki, bil də nədir? Elmdir. Fə'ləm, əmr eləyir Allah subhanahu taala. Bir ki, Allahdan başqa
ibadətə layiq haqq məbud yoxdur. Sonra da günahların üçün bağışlanma dilə. Və günahların üçün bağışlanma dilə də nədir? Bu əməldir. Çünki istiğfar əməldir. Sən əməl eləyirsən. Və necə ki, Allah Subhanahu taala bu ayədə birinci elmlə başlamışdır. Çünki cəhilsiz, yəni elmsiz əməl, cəhl üzərində olan əməl sahibinə heç bir fayda verməz. Və insana da lazımdır ki, hər bir müsəlmana lazımdır ki, dinində bəsirət üzərində olsun. Əməl etməmişdən qabaq birinci öyrənsin. Dəlil üzərində olsun, elm üzərində olsun. Elmdə nə idi? Elmdə buyurmuşdu ki, Allahı tanımaq, kitabını tanımaq, bir də İslam dinini dəlilləri ilə bilmək. Və həmin bu 4 məsələ möhtərəm müsəlmanlar, hansı ki, elm idi, sonra əməl idi, dəvət idi və səbr idi, bu möhtərəm qardaşlar, nəfslə cihadın mərtəbələridir. Nəfsi cihad bunlardır, nəfslə cihad. Necə ki, İbn-i Qeym Rahimullah buyurur ki, nəfslə cihadın 4 mərtəbəsi var. Nəfslə cihadın 4 mərtəbəsi var. Birincisi, nəfslə cihadın birinci mərtəbəsi, haqq dinini, hidayət yolunu öyrənmək üçün öz nəfsi ilə cihad edir. Çünki bu şeylərsiz insan dünya və axirətdə nə qurtuluşa çata bilər, nə də xoşbəxt ola bilər. Deməli, nəfslə cihadın birinci mərtəbəsi nə idi? Elm almaq idi. İkinci mərtəbəsinə, nəfsi cihadın ikinci mərtəbəsinə gəldikdə isə İbn-i Qeym Rahimullah buyurur ki, ikincisi öyrəndikdən sonra əməl etmək üçün öz nəfsi ilə cihad edir. Nəfslə cihadın üçüncü mərtəbəsinə gəldikdə isə İbn-i Qeym Rahimullah buyurur ki, üçüncüsü isə dəvət etməkdə, öyrənib, əməl etdiklərini başqalarına öyrətməkdə nəfsi ilə cihad edir. Dördüncüsü isə Allaha dəvət yolunda başına gələn müsibətlərə səbr etmək üçün öz nəfsi ilə cihad edir. Və sonra Rahimullah buyurur ki, əgər insan bu 4 şeyi kamilləşdirərsə, o Rabbanilərdən olar. Hansı ki, Allah Subhanahu taala onlar barəsində buyurur ki, yalnız kitabı öyrəndiyiniz və öyrətdiyiniz üçün Rabbanilərdən olun. Allah Subhanahu taala yəni onlara, o şəxslər Rabbani alimlərə səna eləyir. Və sonra Rahimullah keçir ikinci risaləsinə. İkinci risaləsinə də başlayır ki, Eyləm rahiməkallah, ənəhu yəcibu alə kulli muslimin və muslimətin təallumu thələthi hədihil məsail vəl-əməlu bihinnə. Bil ki, deyir, Allah sənə rəhm eləsin, həqiqətən hər bir müsəlman kişi və qadına vacibdir ki, bu 3 şeyi öyrənib ona əməl etsin. Necə ki, birinci dərsimizdə qeyd etdik, vacib nə idi? Vacib o şeyə deyirlər ki, əməl edən savab qazanır və tərk edən cəzaya layiqdir. Və müstəhəb də o şeydir ki, əməl edən savab qazanır və tərk edən günah qazanmır. Və şeyxin dediyi bu 3 məsələ də hansı məsələdir? Vacibdir. Əgər biz bunu etməsək, öyrənib əməl etməsək, biz cəzaya layiqik. Və şeyx buyurdu ki, hər müsəlman kişi və müsəlman qadına. Bu da nəyə dəlalət edir? Bu da dəlalət eləyir ki, həmin bu vacibul aynidir, vacibul kifəyi deyil. Necə ki, birinci dərsdə qeyd etdik ki, vacib 2 yerə bölünür. Bir ayniyə, bir də kifayyə. Ayni o şeyə deyilir ki, hər kəsin üzərinə bir vacibdir. Məsələn, namaz kimi, 5 vaxt namaz kimi, 5 vaxt namaz hər kəsin üzərinə bir vacibdir. Və vacibul kifəyə o şeyə deyilir ki, bəzi insanların etməsi ilə günah o birisilərin üzərindən qalxır. Məsələn, cənazə namazı kimi. O şeyx yenə bu məsələdə gətirdi bütün kişi və qadın, bütün müsəlman kişi, hər bir müsəlman kişi və qadına bu 3 məsələni öyrənib əməl etmək vacibdir.
Və şeyxin öyrənməkdə də mənası bura. Şeyx necə ki, öyrənmək vacibdir. Öyrənməkdə əsas qəsd, məna nədir elmdə? Yəni, elm alimlərdən almaq və hifz edib, yadda saxlayıb, başa düşüb idrak etmək. Elmin mənası budur. Yəni, elm öyrənmək belə olur. Və o demək deyil ki, öyrənmək demək, o demək deyil ki, elə belə, yəni, heç nəsiz oxuyursan, kitab oxumaq və yaxud kitabları vərəqləmək. Elm almaq nədir? Elm ancaq əhlindən olur. Yəni, elm əhlindən olur. Amma oxumağa, özünü başlığa oxumağa gəldikdə isə, o sadəcə bir səbəbdir. Əslində, elm almağa bu kifayət etmir. Və insana yəni, yaraşmaz ki, kitabların şagirdi olsun. Necə ki, indiki vaxtda görürsən, bəzilər kitablardan oxuyurlar ancaq, alimlərdən almırlar. Və bu da çox təhlükəli bir məsələdir. Çünki həmin insandan çoxlu zərərlər gəlir. O şəxslər ki, kitablardan oxuyurlar və özlərinə oxuyurlar, heç bir şeyxləri yoxdur, alimlərdən dərs almayıblar. Onların ziyanları faydalılarından çox olur. Çünki bu cahil insan, yəni o insanlar cahillərdən də ziyanlı olurlar yeri gələndə. Ne üçün? Çünki cahil insan bilir ki, cahildir. Ona görə də öz həddində dayanır. Ancaq kitablardan oxuyanlar isə bir-iki dənə broşurka oxuyandan sonra elə bilirlər ki, alimdir. Başlayırlar Allahın halal elədiyi şeyləri haram eləməyə, haram elədiyi şeyləri də halal eləməyə. Və Allah Subhanahu taalaya elmsiz olaraq Allah Subhanahu taala barəsində danışırlar. Və belə bir şeylərə də qardaşlar diqqət vermək lazımdır. Çünki elm alimlərdən olur. Necə ki, nəsildən nəsilə elm kitablardan götürülmür. Və sələflər də hamısı, sələflər şeyxlərdən götürüblər, alimlərdən götürüblər, Rabbani alimlərdən. Və kitablar isə yalnız vəsilələrdir. Biz demirik ki, kitabları tərk edin, kitabları oxumaq. Xeyr, kitablar vəsilədir elm almağa. Ancaq əsas isə nədir? Elmi əhlindən almaq. Və şeyx buyurdu ki, 3 məsələni öyrənib əməl etmək vacibdir. Hansı da o 3 məsələ? Buyurur ki, Ənəlləhə xalaqana və razaqana və ləm yətrukna həmələn bəl ərsələ iləynə rasulən fəmən əta'əhu dəxələl cənnə və mən əsəəhu dəxələn nər. Birincisi buyurur ki, həqiqətən Allah Subhanahu taala bizi yaradıb və bizi ruziləndirib və bizi başlı başına buraxmayıbdır. Və əksinə, Allah Taala bizə peyğəmbər göndərib. Kim peyğəmbərə itaat edərsə, cənnətə girər və kim peyğəmbərə asi olarsa, cəhənnəmə girər. Yəni, şeyxin dediyi bu şeylərə iman gətirmək vacibdir. Birincisi nə idi? Ənəlləhə xalaqana. Allah Teala bizi yaradıb və bizi ruziləndirib və bizi başlı başına buraxmayıb. Yəni, Allah Subhanahu Teala insanı heç bir şey olmamışdan yaradıb. Hansı ki, insan heç nə idi? Allah Teala bu barədə buyurur, Həl ətə aləl insani hinun minəd dəhri ləm yəkun şeyən məzkura. İnsana vaxtdan elə bir zaman gəlib çatdı mı, o zikr olunmayan heç bir şey idi. Zikr olunan heç bir şey. Yəni, insan heç bir şey idi. Və başqa bir surədə Allah Subhanahu taala buyurur, Qalə kəzəlikə qalə rabbuka huvə aleyyə həyyin və qad xalaqtuka min qablu və ləm təku şeyə. Dedi ki, sənin Rəbbin belə buyurdu, o mənim üçün çox asandır. Artıq mən səni heç bir şey olmadığın halda yaratdım. Yəni, insan heç bir şey idi. Allah Subhanahu taala onu yaratdı. Və insan nə özü özünü yarada bilər, nə də ki, birdən-birə peyda ola bilər. Özü özünü yarada bilməz, çünki özü yaranmamışdan qabaq heç nə idi. Heç nə necə özünü yarada bilər? Özü də birdən-birə peyda ola bilməz, çünki təsirsiz hərəkət yoxdur. Peki Allah Teala buyurur, Əm xuliqu min qayri şeyin əm humul xaliqun.
Yoxsa onlar heç bir şeydən yaranıblar, birdən-birə heç nəydən peyda olublar. Yoxsa onlar özləri özlərini mi yaradıblar? Və bu mümkün deyil. Və bizi yaradan Allah subhanahu ta'aladır. Və sonra yaratmağında da Allah subhanahu və teala'nın bizi yaratmağında da böyük bir məqsəd var, hikmət var. Allah subhanahu ta'ala bizi niyə görə yaratmışdır? Allah subhanahu ta'ala bizi yaratmışdır ki, ona ibadət edək. Deyir ki, Allah ta'ala buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Və Allah subhanahu ta'ala sonra bizə ruziləndirmişdir. İstəyir yemək, içmək, istəyir paltarlar olsun, istəyir yaşayış yerləri olsun, istəyir miniklər olsun insanların məsləhəti üçün. Allah subhanahu ta'ala bütün bu şeyləri, yeri və göyü bizi üçün ram etmişdir. Böyük bir məsləhət üçün ki, biz bu həyatda, yəni onların vasitəsilə bu həyatda qalaq və həmin şeylərlə Allah subhanahu ta'ala ibadətinə, yəni bizi üçün kömək olsun. Həmin şeylə Allah subhanahu ta'ala ibadətinə vəsilə olsun, ibadət etməyə. Çünki Allah subhanahu ta'ala bizi nə üçün yaradıb? Ona ibadət etmək üçün. Və bizi də Allah subhanahu ta'ala ruziləndirib ki, həmin ruzilərlə Allaha ibadət etməyə daha da asanlaşdırsın. Yəni, insan nə qədər, məsələn, insan azanda görürsən ki, ibadət etmək səhlənkar olur və yaxud gücsüz olur. Sən yemək yeyirsən Allah üçün ibadət etməyə, həmin ruzi ilə, Allahın verdiyi ruzi ilə yeyirsən, ruzilənirsən və Allaha ibadət etməyə güclənirsən. Allah subhanallah, Allahın rəhmətindəndir ki, Allah subhanallah bizi yaradıb belə buraxmayıb ki, gedin ibadətini. Xeyr, Allah Teala bizə kömək edib. Kömək də edib ki, Allah subhanallah'a ibadət etmək üçün. Və Allah subhanallah bizi yaradıb. Nə idi? Birinci məsələ nə idi? Tevhid idi. Allah özünə ibadət etmək üçün yaradıb. Və ruziləndirib ki, Allaha ibadət etməkdə həmin şeylərdən kömək olsun bizə. Həmin şeylər bizə kömək olsun Allaha ibadət etməyə. Və Allah subhanallah bizi başına buraxmayıb. Yəni, kim Allah subhanallah yaradıb, kim gəlir ibadət eləyir, kim istəyir ibadət eləsin, kim istəyir ibadət eləməsin. Kim istəyir yaxşılıq eləsin, kim istəyir pislik etsin. Elə şey yoxdur. Allah subhanallah başına buraxmayıb. Və hər kəs elədiyinə görə cəza verəcək. Necə ki, Allah subhanallah buyurur ki, Əfəhəsibtum ənəmə xələqnəkum əbəsən və ənəkum ileynə lə turcaun. Yoxsa siz elə hesab edirsiniz ki, biz sizi boş yerə əbəs yerə yaratmışıq və siz mənim huzuruma qayıtmayacağınızı mı güman edirsiniz? Və başqa surədə Allah subhanətə buyurur ki, وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ Bizdir yeri və göyü və onların arasında olanları batil olaraq yaratmadıq. Bu, kafir olanların zənnidir. Vay olsun kafirlərə cəhənnəmin ateşindən. Həqiqətən Allah subhanətə bizi yaratmışdır ona ibadət etmək üçün. Yəni, yaratmamışdır ki, bu həyatda yaşayaq, sevinək, təkdə sevinək və yaxud yeyək, içək və ondan sonra ölək gedək torpağa. Ancaq Allah subhanətə yaratmışdır nə üçün? Allah subhanətə yaratmışdır ki, bu dünyada Allaha ibadət edək və bu dünyada axirətin tarlasıdır. Və burada əgər sən salih əməllər görərsənsə, İnşallah axirət vaxtı, axirətdə əvəzini alacaqsan. Yox, əgər pis əməllər edəcəksənsə, onda da öz cəzanı alacaqsan. Və artıq Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində bu barədə ayələr çoxdur. Yəni ki, Allah subhanətə alanın insanları qiyamət günü həşr etməsinə və imanın 6 rüknundan biri də nədir? Qiyamət gününə iman gətirməkdir. Hətta insan ağılla götürsək, həqiqətən beləncində götürsək, baxarıq ki, insanlardan eləsi var ki,
ömrünü Allaha ibadətdə, itaətdə keçirir və o fağırlığın, həzətin içindədir. Və artıq ona zülm də oluna bilir. Görsən, kimsə ona zülm eləyir, ona sıxıntılar içində yaşayır və bu dünyadan köçür gedir. Heç bir elədiyi əməlin, heç bir əcrin almadan bu dünyada. Və əks olaraq görsən ki, elə insanlar var ki, kafirdir, ateistdir, ən şərri insandır. Bu dünyada xoşbəxt yaşayır, demək, gülmək, nemət içində yaşayır. Nə istəyir, onu əldə eləyir. Allah Subhanahu taala haramlarını görür, qullara zülm eləyir və insanların malını batilcəsinə yeyir, insanları haqsız yerə öldürür. Sonra gedir, ölüb çıxıb gedir, bu dünyada ona heç bir aqibət, yəni ona heç bir cəza olmur. Və Allah Subhanahu wa Ta'ala'nın hikmətinə və ədalətinə yaraşmaz ki, onları belənçiyinə buraxsın. Yəni, ibadət eləyəni, itaət eləyəni heç bir savabsız və günahların içində insanları zülm eləyəni də heç bir cəzasız. Bu, Allah Subhanahu Taala'nın hikmətinə və ədalətinə yaraşmaz. Ona görə də Allah Subhanahu Taala başqa bir dünya etmişdir. Nə? Axirət günü. Necə ki, insanlar, yaxşı insanlar həmin axirətdə öz savablarını qazanacaqlar, savablarını alacaqlar və günahkarlar isə öz günahlarını, cəzasını alacaqlar. Və necə ki, başqa insanlar, yəni ateistlər və zamançılar, elə ki, vaxtçılar buyururlar ki, onların dediyi kimi deyil. Necə ki, onlar iddia edirlər. Deyirlər ki, Allah Subhanahu taala onlar barədə buyurur ki: "Və qalu ma hiya illa hayatuna dunya namutu və nahya və ma yuhlikuna illa ad-dahr və ma lahum bizalika min ilm inhum illa yazunnun." Onlar nə deyirlər? Deyirlər ki, bu dünya həyat ancaq bizim bu dünya həyatımızdır. Biz ölürük, biz yaşayırıq və ölürük. Bizi ancaq öldürən vaxtdır, zamandır. Zaman gəlib keçir, biz ölürük, yaşayırıq. Allah Subhanahu taala onlar barəsində deyir, onların deyir bu barədə heç bir elmi yoxdur. Onlar ancaq zənn içindədirlər. Ona görə də bu belə sözlər kafirlərin və ateistlərin sözləridir. Hansı ki, onlar qiyamət gününə iman gətirmirlər. Allah Subhanahu taala artıq onlara rədd edərək buyurmuşdu ki: "Əfənəcəlul musliminə kəl-mücrimin, mə ləkum keyfə təhkumun?" Biz müsəlmanlarla günahkar mücrimləri birmi edəcəyik? Sizə nə olub? Necə hökm verirsiniz? Və başqa ayda Allah Subhanahu taala buyurur ki: "Əm həsibəllezîne icterahus-seyyiati en nec'alehum kellezîne âmenû və amilu's-sâlihâti sevâen mehyâhum və memâtuhum sâ'e mâ yahkumun." Günahları yüklənənlər, günah edənlər elə hesab edirlər ki, biz iman gətirib yaxşı əməllər görənlərin həyatlarını və ölümlərini onlarla eyni mi edəcəyik? Deyir ki, sə'ə mə yahkumun. Onlar necə də pis hökm verirlər. Və başqa surədə Allah Subhanahu buyurur ki: "Əm nec'alullezîne âmenû və amilu's-sâlihâti kel-mufsidîne fil-ard, əm nec'alul muttaqîne kel-fuccâr." Yoxsa biz iman gətirib yaxşı əməllər görəni, yer üzərində fəsad törədənlər və yaxud müttəqiləri fazillər kimi mi edəcəyik? Və bu, heç vaxt olan şey deyil, möhtərəm qardaşlar. Bu, Allah Subhanahu taala'nın hikmətindən, Allah Subhanahu taala'nın ədalətindəndir ki, Allah Subhanahu taala insanları yaratmışdır, birinci ona ibadət etsinlər deyə və Allah Subhanahu taala insanları ruziləndirmişdir, həmin ruzilərlə öz ibadətlərini etsinlər. Yəni, ruzilərin səbəbi ilə ruzilərdən dayaqlanaraq Allaha ibadət etsinlər və Allah Subhanahu taala da onları boşuna buraxmamışdır. Və kim ibadət edəcək, öz savabını qazanacaq və kim ibadət etməyəcək, Allah Subhanahu taala asi olacaq, o öz cəzasını alacaq və mənə elə gəlir ki, bugün bu qədər kifayətlənək. İnşallah sabah dərsə davam eləyərik. Və sallallahu alə nəbiyyinə Muhammed.